Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə prosesində ittiham aktının nəticəvi hissəsi artıq elanı başa çatıb və Ruben Vardanyana ittiham olunduğu ittihamın mahiyyəti, eyni zamanda onun hüquqları, həmçinin ittihamın hüquqi mahiyyəti, hüquqi tövsifi izah olunur. Qeyd edək ki, ittiham aktına əsasən Ruben Vardanyan bir çox maddələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan sərhədlərini qanunsuz keçmə və digər maddələrlə ittiham olunur. İttiham aktında qeyd olunur ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycanın sərhədlərini, yəni Azərbaycanın buraxılış nəzarət məntəqələri olmadan Ermənistan ərazisindən Azərbaycana qanunsuz şəkildə keçərək Qarabağ iqtisadi rayonuna gəlib və o zamanlar burada Rusiya sülh məramlarının müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşıb və bundan sonra Azərbaycana qarşı çoxsaylı cinayətlərin törədilməsində birbaşa iştirak edib. İttiham aktında qeyd olunur ki, Ruben Vardanyan o zamanlar Azərbaycan ərazisində olduğu müddətdə qeyri-qanuni yaradılmış silahlı dəstələrə kömək məqsədi ilə, onlara dəstək məqsədi ilə özünün həm təsisçisi olduğu Avrora fondu və eyni zamanda Biz Dağlarımızıq təşkilatı vasitəsilə xaricdən vəsaitlər toplayaraq əraziyə toplayıb və həmin vəsaitləri də həmin silahlı birləşmənin, qruplaşmanın fəaliyyətinə, onların təminatına sərf edib. Digər ittiham aktında olan maddələrdən biri onunla bağlıdır ki, ittihamlardan biri onunla bağlıdır ki, Ruben Vardanyan o zamanlar VOMA təşkilatı ilə, VOMA təşkilatının rəhbəri ilə sövdələşmələr apararaq Azərbaycana qarşı vuruşmaqdan ötürü muzlu dəstələrin, muzluların hazırlanmasından ötürü vəsait ayrı və sövdələşmələr aparıb. İttiham aktında olan digər bir mühüm məqam onunla bağlıdır ki, Ruben Vardanyan Rusiyanın Akva şirkəti ilə sövdələşmələr apararaq Azərbaycanın obyektlərini hədəfə götürməkdən ötürü puaların alınması və eyni zamanda həmin puaların Azərbaycanda istehsal edilməsi ilə bağlı müəssisənin qurulmasından ötürü danışıqlar aparıb. Və ən mühüm məsələlərdən biri də onunla bağlıdır ki, Ruben Vardanyan ittiham aktında qeyd olunur ki, Azərbaycanın diplomatik orqanlarından və eyni zamanda xarici ölkələrdə, müxtəlif ölkələrdə fəaliyyət göstərən, xidməti vəzifələrini yerinə yetirən Azərbaycanlılara qarşı terror hadisələrinin törədilməsi ilə bağlı təşəbbüslə çıxış edib. İttiham aktı hal-hazırda elanı başa çatıb və qeyd etdiyimiz kimi artıq indi Ruben Vardanyan ifadə verməlidir və qeyd edək ki, Ruben Vardanyan özünün seçdiyi vəkili ilə və eyni zamanda özünün başa düşə bildiyi dildə tərcüməçilərlə təmin olunub. Biz mütəmadi olaraq məhkəmə prosesindən məlumatlar çatdırırıq izləyicilərə və bugün də bizim növbəti buraxılışlarda məlumatlarımız və eyni zamanda reportajımız olacaq açıq keçən məhkəmə prosesindən deyərək sözü yenidən mərkəzə studiya ötürürük.